Hər vaxtınız xeyir dəyərli müəllimlər. Bu video vasitəsilə abstrakt təfəkkür və eyni zamanda praktik təfəkkür haqqında məlumat verəcəm. Deməli, abstrakt təfəkkür anlayışı nə deməkdir? Bu məsələyə toxunaq. Abstrakt təfəkkür ümumiyyətlə mücərrəd təfəkkürdür. Yəni gözlə görə bilmədiyimiz, əllə toxuna bilmədiyimiz, yəni bizim bütün proseslər hamısı beynimizdə gedir. Yəni biz nəyisə araşdırmaq üçün nəsə kitab açmırıq, belə deyək ki, kim nəsə gedib nəyisə soruşmuruq, internetdə nəyisə maraqlanmırıq. Yəni bütün proseslər bizim beynimizdədir. Yəni gördüklərimiz, eşitdiklərimiz, oxuduqlarımız haqqında onlar arasında əlaqə yaradaraq, oxşarlıq yaradaraq beynimizdə gedən bir prosesdir. Yəni buna deyilir abstrakt təfəkkür. Ümumiyyətlə dəyərli müəllimlər, qeyd etmək istəyərdim ki, abstrakt təfəkkür bərabərdir eyni zamanda konseptual bilik. Konseptual bilik. Eyni zamanda biz buna aid eləyirik, deməli, idrak taksonomiyanı anlamaq mərhələsi. Anlamaq. İndi bunu beləcə yadda saxlayaq, keçək digərinə. Deməli, burada nədir? Ümumiyyətlə qeyd etmək lazımdır ki, abstrakt təfəkkür hansı fənlərdə istifadə oluna bilər? Bax, burada da qeyd olunub ki, abstrakt düşünmə, belə qeyd eləyək ki, bütün fənlərdə, yəni bütün fənlərin tələbidir. Yəni bütün fənlərdə istifadə oluna bilər. Yəni bax burada bütün fənlərin əsas tələblərindən biridir. Yəni abstraksiya nə deməkdir? Gözlə görə bilmirik, əllə toxuna bilmirik. Yəni biz ideyalarımızı gözlə görmürük ki, biz başqası barədə fikirlərimizi beynimizdə saxlayırıq. Kiməsə demirik ki, yəni bu sırf beyində olan bir prosesdir. Məsələn, konseptual bilik nə deməkdir? İndi inşallah məsələn gələcək mövzularımızdan biridir. Konseptual bilik o deməkdir ki, müxtəlif faktoloji biliklər arasında biz beynimizdə əlaqə yaradırıq. Biz nəyisə ümumiləşdiririk. Ümumiyyətlə konseptual biliklə bağlı olan bütün anlayışları, sonra anlamaq mərhələsinə aid olan bütün anlayışları aid edirik biz nəyə? Abstrakt təfəkkürə. Yəni anlamaq mərhələsində olan bir insan və eyni zamanda konseptual bilikdən istifadə edən bir insan bilin ki, abstrakt təfəkkür formasından istifadə edir. İndi bundan əlavə qeyd etmək istəyirəm ki, mən videonun əvvəlində qeyd etdim ki, abstrakt təfəkkürlə yanaşı eyni zamanda praktik təfəkkürdən də istifadə olunacaqdır. Abstrakt təfəkkür, deməli, biz nəyisə başa düşənə qədərdir. Məsələn, taksonomiyanın mərhələlərində necə idi? Yəni idrakçı taksonomiyasında birinci biz bir şeyi xatırlayırıq olduğu kimi heç bir dəyişiklik etmədən, daha sonra onu başa düşürük, anlayırıq. Anladıqdan sonra isə tətbiq eləyirik, reallaşdırıb həyata keçiririk. Baxın, o reallaşdırmağa qədərki olan hissə aiddir abstrakt təfəkkürə. Yəni abstrakt təfəkkürə. Biz əgər bir məsələni daha yaxşı başa düşmüşüksə, bir mövzunu yaxşı başa düşmüşüksə və tətbiqə hazırıqsa, deməli bu halda olur, yəni abstrakt təfəkkür. İndi gəlin daha da situasiyalara diqqətlə baxaq. Abstrakt təfəkkür burada qeyd olunub. Qeyd eləyir ki, belə bir riyazi modeli iqtisadiyyatın hansı sahəsində istifadə etmək olar. Belə qeyd eləyək ki, abstrakt təfəkkür eyni zamanda bir məsələdə qeyd edilib, eyni zamanda özünü refleksiya etmək xüsusiyyəti kimi də göstərilir. Biz bir işi icra edirik. Belə deyək də, bax burada var. Demək, mürəkkəb məlumatları təhlil etməyə, anlayışlar arasında görürsüz əlaqə qurmağa, yəni müxtəlif faktoloji biliklər arasında bir əlaqə qurmağa, sonra problemi yaradıcı şəkildə yanaşmağa da imkan verir. Yəni biz nəyisə yarada da bilərik. Nələrsə arasında əlaqə yaradıb biz nəyisə yarada da bilərik. Bax biz bunu eyni zamanda yaratmaq mərhələsinə də aid edə bilərik. Və eyni zamanda bax burada da qeyd olunduğu kimi həm şagird öz düşünmə prosesini, bax deyir ki, bəs bunun xeyri nədir də bizə? Materialın demək özünü işləyir. Məsələn, deyək ki, bir materialın, bir məlumatı üzərində işləməklə yanaşı şagird eyni zamanda proses zamanı özünü izləyə bilir ki, yəni mən necə işlədim, mənim səhvlərim hardadır, mən niyə görə səhv elədim, mən filan mövzunu daha yaxşı öyrənmişdim, bəs bunu niyə yaxşı öyrənməmişəm? Bax belə düşüncələrə qapılırsa və eyni zamanda ona refleksiya etməsi, yəni insanın özünə sual verməsi, özünün öz davranışlarına, öz öyrənməsinə reaksiya verməsi abstrakt təfəkkürə aiddir. İndi müəllimlər, qeyd edeyim ki, bu riyazi model iqtisadiyyatın bir hansı sahəsində istifadə etmək olar. Deməli, mən ümumiyyətlə qeyd edeyim ki, şagirdlərimə şəxsi jurnal tuturmuşam. Belə həftə ərzində onları mütləq şəkildə yoxlayıram. Deməli, orada qeyd etdiyim suallar var. Yəni uşaqlara deyirəm ki, həftə ərzində yazın ki, mən nə öyrəndim? Bax, özü özünə refleksiya edir. Mən nə öyrəndim? Öyrəndiyimin xeyri nədir və mən bunu harda istifadə edə bilərəm? Yəni öyrəndiyim nə dərəcədə səmərəlidir və mən bunu harda istifadə edə bilərəm? Deməli, uşaq bununla həm öz öyrənməsini izləyə bilir və eyni zamanda bununla yanaşı özünə nəzarət eləyə bilir. Bundan əlavə, yəni öz artıq biliklərini, öyrəndiklərinin belə deyək ki, vacibliyini dərk eləyir.
Uşaq özü planlaşdırır ki, öyrəndikləri ona harda lazımdır və bu da beyində gedən bir prosesdir. Uşaq düşünüb bunu tapır. Ona görə də biz buna deyirik abstrakt təfəkkür. Baxın, deyir ki, burada riyazi model iqtisadiyyatın hansı sahəsində istifadə etmək olar bu riyazi modeli? Uşaq bunu düşünüb tapır da. Yəni bunun üçün nəyisə etmir axı. Daha sonra bu bioloji prinsip gündəlik həyatda bir nümunə ilə izah et. Bu bioloji prinsip gündəlik həyatda bir nümunə. Deməli, abstrakt təfəkkür həm də bilirsiniz nədir? Məsəl üçün biri var ki, ismin tərifindir. Bu olur xatırlamaq mərhələsi və yaxud da ki, faktoloji bilik olur, biliyin növü kimi. Amma deyir ki, uşaqdan mən soruşuram ki, gəl lövhəyə mənə isim mövzusunu izah elə, başa düşdüyün kimi. Uşaq gəlir, başa düşdüyü kimi izah edir və hətta mənə nümunələr gətirir. Həm izah edir, həm nümunələr gətirirsə, bu da abstrakt təfəkkürə aiddir. Deməli, sonra deyir Azərbaycan ədəbiyyatında sufizmi həmin dövr tarixini necə əlaqələndirmək olar? Baxın, yenə də qayıdıram. Konseptual bilik müxtəlif faktoloji biliklər arasında əlaqədir. Deməli, mən bu əlaqəni qurmaq üçün nə etməliyəm? Həm sufizm haqqında, həm də həmin dövrdə Azərbaycan tarixi haqqında faktoloji biliyə malik olmalıyam ki, daha sonra o fikrimi ümumiləşdirim. Yəni əlaqələndirərək bir fikir deyə bilim də. Yəni bunların ikisini də əlaqələndirim, bir fikir ifadə edə bilim. Belə deyək ki, sufizm həm Azərbaycan ədəbiyyat tarixinə yanaşı Azərbaycan ədəbiyyatına təsiri olmuşdu. Yəni istər-istəməz həmin dövr haqqında məlumat vermək olur. Daha sonra baxın, burada da qeyd edirik ki, bu cür tapşırıqlar şagirdin düşüncəsini konkret faktlardan konseptual səviyyəyə qaldırır. Aydın oldu? Yəni burada deyir ki, bu düşünmə sayəsində biz anlayışlar yaradırıq. Bax, beynimizdə anlayışlar yaradırıq. Məsələn, ədalət, azadlıq, dostluq kimi. Məsəl üçün, bax belə deyək də, ədəbiyyatdan bir nümunə gətirim. Deməli, izah etməkdən ötəri. Məsələn, Uruz bəyin dustaq olduğu boyda deməli, düşmən bunların üzərinə gəlir. Atası ilə ikisi ova çıxırlar. Qazan xan onu ova aparır və ikisi ovda olarkən görürlər ki, düşmən bunların üzərinə gəlir və deməli, Qazan xan necə müəyyən eləyir ki, onun üzərinə gələn düşməndir. Yəni, bunu hansı təfəkkür formasından istifadə edə bilir? Təbii ki, abstrakt təfəkkürdən. Görürsünüz, orada əlaqə yaradır. Yəni, o neçə bölük olmasın, əlaqə yaradır. Yəni, deyir ki, bilin ki, bu gələn düşməndir. Daha sonra oğlan gedir, soruşur ki, ata deyir, yağı kimdir? O izah edir ki, yağı odur ki, onlar bizə gələndə bizi öldürərlər, biz onları çatanda onları öldürərik. Yenə də Qazan xan abstrakt təfəkkür formasından istifadə edərək oğluna bunun sözün mənasını izah etdi. Yəni, sözlərin mənasını izah edərkən biz bəzən sinonimlərdən də istifadə ediriksə, yenə də abstrakt təfəkkürdən istifadə etmiş oluruq. Məsələn, metafor yaradırıqsa, deməli, bu halda yenə də abstrakt təfəkkürdən istifadə edirik. Biz nəyisə adlandırırıqsa, nəyisə ad veririksə, məsələn, nəyisə düzəldiriksə, biz ona ad veririksə, məsələn, biri qarışıq bir salat hazırlayır, məsələn, götürür ona ad verir, adlandırır. Bunu nəyə əsasən adlandırır? İçindəki ərzaqlara əsasən adlandırır. Bu olur abstrakt təfəkkür adlanır. Daha sonra çünki düşünür tapır da, abstrakt təfəkkürü düşünüb tapır. Sonra nə isə simvollaşdırır. Simvol kimi qeyd eləyir. Bax, bu özü də olur abstrakt təfəkkür. Yenə də, bax, qeyd eləyirəm, biz bir şeyi tam şəkildə başa düşürük, onu izah eləyirik, onu ümumiləşdirə bilirik. Daha sonra dəyərli müəllimlər qeyd eləyirik nəyi? Abstrakt təfəkkürə biz çox nümunə çəkə bilərik. Məsələn, deyək ki, mən şagirdlərimə yenə də qeyd etdiyim kimi şəxsi jurnal tutdurmuşam və keçən dəfə görürəm ki, uşaq şəxsi jurnala qeyd edib ki, mən bugün faiz məsələsini öyrənəcəm və soruşuram uşaqdan ki, suallar üzrə qeyd edəm. Faiz məsələsi sənin üçün səmərəsi nədir? Deyir ki, mən faiz məsələlərini həll etməyi artıq öyrəndim və bunu rahatlıqla edə biləcəm. Və daha sonra deyirəm ki, bəs sən bunu harda tətbiq edə bilərsən? Deyir ki, məsələn, riyaziyyatda tətbiq edə bilərəm. Mağazalardakı qiymətlərin faizi ilə bağlı maraqlandıqda, məsələn, qiyməti tapa bilərəm faizə əsasən də, yəni ilkin qiyməti filan qədər neçə faiz endirim olub, nəticədə nə qədər olub qiymət və bir də aylar üzrə KSG ballarına görə mən öz öyrənməmi ölçə bilərəm. Deməli, bu halda uşaq abstrakt təfəkkürdən istifadə edib. Çünki özü düşünüb tapıb. Tapıb ki, öyrəndiyini ona xeyri necə ola bilər. Sonra biz dedik, axı, metafor, bənzətmələr əsasında da biz nə isə yarada bilərik. Beynimizdə yarada bilərik. Məsələn, deyək ki, çox mənalı sözləri izah edək. Məsələn, uşaq məndən soruşa bilər ki, niyə görə müəllimə biz deyirik ki, pəncərənin gözü, şkafın gözü. Bəs niyə görə demirik ki, qapının gözü? Niyə görə bunu demirik? Və o zaman mən şagirdimə izah edirəm ki, insanın üzü bölmələrdən ibarətdir, gördüyün kimi. İki bölmə nəyə aiddir? Gözə aiddir. Məsələn, üzü düz bir müstəvidə, məsələn, düşünsən, pəncərə də düz müstəvidədir və onun da bölmələri var, bölünən hissələri var. Deməli, bu bölünən hissələrə əsasən bənzətmə yaradaraq biz pəncərənin gözü deyirik. Şkaf ümumilikdə düz düzəldilib də, daha sonra əşyalarımızı rahatlıqla yerləşdirə bilək deyə onun üçün bölmələr müəyyən ediblər. Və həmin bölmələr də balaca
olduğuna görə və bizim işimizi müəyyən qədər görməsi üçün yaradıblar bunu. Amma burada bölmələr var. Deməli, bənzətmə əsasında biz deyirik ki, şkafın gözü. Yəni, məsələn, biz deyə bilmərik axı qapının gözü. Hə, məsələn, qapının başı deyə bilərik, qapının ağzı deyə bilərik. Niyə görə biz qapının ağzı deyirik? Çünki insanın ağzı açılır, bağlanır. Elə deyil, qapı da açılır, bağlanır. Deyə bilərik pəncərənin ağzı. Pəncərə açılır, bağlanır. Bax, belə bənzətməklə uşaqlar artıq çoxmənalı sözlər arasında əlaqəni tapırlar. Yenidə beyin daxilində tapırlar bunu. Bunu düşünüb tapan uşaq artıq, deməli, abstrakt təfəkkürə malikdir. Daha sonra dəyərli müəllimlər davam eləyirik. Bax, burada qeyd edib ki, abstrakt düşünməni şifahi simvolik formaya salır. Nə? Deməli, biz nəyisə anlayışları adlandıra biliriksə, onlar arasında əlaqələri sözlə ifadə eləyə biliriksə, arqument və izahların qurulması hamısı abstrakt düşünməni, yəni şifahi abstrakt düşünməni simvolik formaya salır. Yəni, biz bu şeyləri əgər sözlə ifadə eləyiriksə, deməli, abstrakt təfəkkürün simvolik formasından istifadə olunur. Məsələn, biri var ki, bu ancaq beyin daxilində öz yəni əksini tapır. Bir də var ki, biz o düşündüklərimizi, adlandırdıqlarımızı, sonra arasında əlaqə yaratdıqlarımızı, daha sonra bütün arqumentləri, izahları hamısı sözlə ifadə ediriksə və bu zaman biz abstrakt təfəkkürün simvolik formasını qeyd etmiş oluruq. Bundan başqa müəllimlər, baxın, burada deyir ki, abstrakt təfəkkürü inkişafını necə dəstəkləmək olar? Birinci, demək, konseptuallaşdırma tapşırıqları. Şagird öyrəndiyi anlayışların mahiyyətini, arxasındakı əsas ideyasını dərk etməklə. Məsələn, deyək ki, baxın, belə bir şey deyək. Siz, məsələn, tez-tez gördüyünüz bir qohumu görürsünüz və günlərin bir günü görürsünüz ki, o qohum nəsə sizə yaxşı salam vermədi, elə adicə keçdi getdi və düşünürsünüz. Nə barədə düşünürsünüz? Son dövrlərdə həmin o qohumun sizlə münasibəti, lap sizlə əlaqələrin olmasını, elə davranışlarındakı qəribəliklər barədə düşünməyə başlayırsınız və səhv olaraq nəticə gəlməksə, görəsən mənə görə belə elədi? Yox. Və son dövrdəki davranışlarına əsasən müəyyən edirsiniz ki, sən demə, ola bilər onun da nəsə bir problem ola bilər və nəticə etibarilə kimdənsə soruşmadan, axtarıb araşdırmadan siz öz beyninizdə əlaqə yaradaraq cavabı tapırsınız. Bu olur abstrakt təfəkkür. Daha sonra, dəyərli müəllimlər, məsəl üçün, burada da qeyd olunub eyni zamanda nəyisə əzbərləmirik biz. Biz nəyisə əzbərləmirik. Öz sözlərimizlə bir şeyi ifadə eləyə biliriksə, nəyisə tətbiqini anlaya biliriksə, məsələn, bir məsələ icra olunmalıdır, həyata keçirilməlidir. Fikirləşirsiniz, görəsən bu niyə belə olsun ki? Niyə eləsinlər ki bunu? Əgər bir işin həyata keçirilməsinin vacibliyini anlayırsınızsa, həyata keçirmirsinizsə, vacibliyini anlayırsınızsa, yenə də öz sözlərinizlə ifadə edə bilirsinizsə, bu yenə də aid olacaq konseptuallaşdırmaya. Yəni, bu da abstrakt təfəkkürə aid olacaq. Yəni, biri var, bir işin yerinə yetirmə ardıcıllığını bilmək və onu yerinə yetirmək. Bir də var ki, yerinə yetirilməsinin vacibliyini anlamaq. Bu abstrakt təfəkkürə aiddir. Sonra, baxın, burada yenə də situasiyalar veribdir. Deyir ki, düsturları yazmadan izah et. Nəyisə tətbiq yoxdur axı burada. Sizə deyəcək ki, müxtəsər vurma düsturlarını izah et. Sahə düsturunu izah et. Bu niyə görə belə olsun ki? Məsələn, siz başlayırsınız onları ətraflı şəkildə izah etməyə, hətta nümunələr göstərməyə, onunla nümunə üzərində icra etməyə başlayırsınız və bu zaman əgər siz izah edirsinizsə, kiməsə bunu izah edirsinizsə, bu olacaq nə? Abstrakt təfəkkür. Yox, əgər nəyisə tətbiq eləyib icra edirsinizsə, bu artıq olacaq praktik təfəkkür. Enerji anlayışını gündəlik həyatda nümunə ilə, bax görürsünüz, nümunə ilə izah et. Sonra izah et. Nümunə açar məqamla inqilab anlayışını bir hadisə kimi yox, proses kimi izah et. Proses kimi izah eləyəndə necə baş verməsi haqqında siz artıq məlumat verirsiniz. Burada nəyisə tətbiq yoxdur da. Siz ancaq oxuduqlarınız arasında əlaqə yaradaraq kiməsə nəyisə izah eləyirsiniz. Bax belə. Sonra simvolizm və metafora, abstrakt fikirləri, belə deyək də, müəyyən obrazlar arasında bənzətmə vasitəsilə ifadə etmək bacarığıdır. Yəni, şagird anlayışı, məsələn, bir şəkil, vəziyyət, model və s. əlaqələndirərək vizuallaşdırır. İndi baxın, gəlin. İndi simvolizm, biz dedik ki, nəyisə biz adlandıranda, daha sonra onlar arasında sözlə bir əlaqə yaradanda, arqument və izah quranda biz nə edirik, dəyərli müəllimlər? Deməli, biz abstrakt təfəkkürün şifahi formada ifadə elədikdə simvolik formasından istifadə edirik. Simvolik formasından. Amma burada sizə bir məqamı qeyd etməliyəm də. Məsəl üçün deyir ki, eyni zamanda vizuallaşdırmaq məsələsi. Vizuallaşdırmaq nə deməkdir? Gözünün önünə gətirmək deməkdir. Deyirsiniz ki, o qızı gördüm, o da Gülər kimi gözəl, sakit, incə bir qızdır. İndi Güləri görüb tanıyıram da mən.
Güləri görüb tanıyıram, amma o qızı görməmişəm də. Güneli görməmişəm, tanımıram. Deməli, o mənə Günel barədə izah verəndə mən Güləri gözümün önünə gətirdim və dedi ki, hə, baxışları onun kimi incə, nə bilim, üzü mimikaları barədə məlumat verdi və mən vizuallaşdırdım ki, Günel də Gülərə oxşuyur. Deməli, onun beynimdə təsəvvürünü yaratdım. Və bu da olur abstrakt təfəkkür olur. Sonra azadlıq anlayışını bir obrazda ifadə et. Obrazda ifadə et və səbəbini izah et. Azadlıq anlayışı deyəndə biz nə edirik? Azadlıq anlayışını elə götürək, Oqtay Eloğlu əsərində elə Oqtayın özünü götürək. Azadlığı necə təlqin eləyirdi, azad olmağı. Bax, indi şəxsin o haqqda məlumatı varsa, siz o birinci Oqtay haqqında məlumatı yoxdursa, onun haqqında məlumat verirsiniz, izah edirsiniz və daha sonra bu digər bir izah edirsiniz. Hər iki halda abstrakt təfəkkürdür. Bərabərlik anlayışını şəkil və simvolu ilə göstər. Deməli, eyni zamanda bir şeyi aydın oldu ki, həm şifahi formada sözlə ifadə etmək də simvoldur. Eyni zamanda nə isə şəkil vasitəsilə də göstərə bilərsiniz. Simvol vasitəsilə də simvolu şifahi formada deyirsiniz. Amma siz nə isə izah etmək üçün şəkillərdən də istifadə edə bilərsiniz. Və bu da abstrakt təfəkkürdür. Nə isə kiməsə izah etməkdə ötəri. İmperiya anlayışını bir metafora ilə izah et. Metafora nədir? Gizli təşbeh deməkdir. Gizli təşbeh nə deməkdir? Bənzətmə deməkdir. Məsəl üçün, imperiya, məsələn, məndən soruşurlar ki, imperiya nə deməkdir? Deyirəm ki, dövlət deyəndə bir ölkə nəzərdə tutulur. İmperiya deyəndə bir neçə ölkələr birləşir. Yəni bunu tarix müəllimləri daha yaxşı bilər. Yəni belə bir imperiya yaradırlar. Yəni imperiya daxilində bir neçə dövlətlər olur ki, onlar bir bayraq altında birləşirlər və nəticədə imperiya yaranmış olur. Və yaxud da ərazi etibarilə daha böyükdür və o imperiya olur. Daha sonra müəllimə ümumiləşdirmə bacarığı ayrı-ayrı faktları nümunələrdən çıxış edərək ortaq cəhəti, qanuna uyğunluğu, ümumi prinsipləri müəyyənləşdirmə bacarığı. Ayrı-ayrı faktlar. Nə dedik? Faktoloji bilik. Nümunələrdən çıxış edərək ortaq cəhəti, qanuna uyğunluğu, ümumi prinsipləri müəyyənləşdirmə bacarığıdır. Məqsəd detallardan yuxarı qalxıb bu nümunələri nəyi sübut edir sualına cavab tapmaqdır. Yəni siz öyrəndiklərinizdə bu mənə nə üçün lazımdır? Niyə görə? Yəni nəyi sübut edir? Bunun varlığı nə üçün lazımdır? Kimi suallara cavab tapmaqla siz artıq ümumiləşdirirsiniz. Və qeyd etmək lazımdır ki, dəyərli müəllimlər, abstrakt təfəkkür eyni zamanda induktiv düşünmə forması ilə də bağlı ola bilər. Əgər biz nə isə ümumiləşdiririksə, induktiv düşünmə formasından istifadə edirik. Bundan əlavə taksonomiyanı anlamaq mərhələsindən istifadə edirik. Biliyin isə konseptual bilikdən istifadə edirik. Bəs bu təfəkkürün hansı növü olacaq? Burada ümumiləşdirmə gedirsə, təbii ki, abstrakt təfəkkür formasından istifadə etmiş olacaq. Yəni burada deyir ki, 3 fərqli mətndən nümunələr verilir. Şagirdlərdən soruşur bu mətnləri birləşdirən xüsusiyyətlər. Artıq deməli o 3 mətni oxuyub bilən şagird bilir ki, bu mətnlərin ortaq cəhəti xeyirxahlıqla bağlıdır. Əməyə rəğbəti ön plana çəkir. Deməli şagird bunları bir yəni fikir altında ümumiləşdirdi. Daha sonra müxtəlif deyir ki, ekosistemlər təqdim olunur. Və deyir ki, bu ekosistemlər üçün keçərli olan ümumi prinsip nədir? Deməli, onların hər biri haqqında məlumatı olmalıdır ki, onları ümumiləşdirə bilsin. Yəni, induktiv düşünmə formasında istifadə edə bilsin. Müxtəlif dövrlərdə baş vermiş deyir üsyanları ortaq cəhətə. Yəni, ortaq cəhət nədir? Məsəl üçün, mən qeyd edeyim ki, illər əvvəl mən tələbə vaxtı yəni Otello və Oqtay Eloğlu'nda qısqanclıq adında bir tezis yazmışdım və nəticə etibarilə burada bir ümumiləşdirmə də aparmışdım. Necə bir ümumiləşdirmə aparmışdım? Deməli, burada mən nə etmişdim? Otello'da Şekspirin əsəri olan Otello'da da Otello Dezdemona'nı öldürür. Oqtay Eloğlu'nda da Oqtay Firəngizi öldürür. Nəticə etibarilə hadisə eynidir, zaman, məkan fərqlidir. Yəni fikrimi bunun üzərində izah etməyə başlamışdım. Amma ad etibari ilə görürsünüz ki, adda bir ümumiləşdirmə gedib. Deməli, burada abstrakt düşünmə formasından istifadə olunmuşdur. Abstrakt düşünmə formasından istifadə olunmuşdur. Deməli, keçək dəyərli müəllimlər praktik düşünməyə. Deməli, praktik düşünmə nə deməkdir? Biz bunu necə anlayaq? Biz bunu necə anlayaq? Məsələn, praktik təfəkkür ümumiyyətlə bax burada da qeyd olunub və ümumiyyətlə burada da ümumi şəkildə qeyd olunub ki, bildiyimiz, anladığımız hər şeyi həyata keçirməkdir, reallaşdırmaqdır. Və biz bir işi nə zaman reallaşdırırıq? Yəni çətinə düşəndə, dara düşəndə, əlimizdə kifayət qədər material olmadıqda, belə deyək ki, yəni hansı hallarda ola bilər ki, yəni biz rahat bir həyat sürdüyümüz anda bizdə praktika o dərəcədə lazım olmaya bilər. Amma biz bir işin praktikasını çətinə düşəndə, belə deyək, əlimizdə kifayət qədər material olmayanda, belə deyək də, yəni bu kimi hallarda artıq nə isə reallaşdırmağa, həyata keçirməyə çalışırıq da, belə deyək. Başlayırıq deməli praktik təfəkkürdə, demək qeyd etdik ki, abstrakt təfəkkürdə, baxın, reallaşdırmağa qədər olan hissə adlandı abstrakt təfəkkür. Yəni tətbiq etməyə qədər olan hissə adlandı abstrakt təfəkkür. Niyə görə? Çünki bir şeyi nə isə həll etməkdən ötəri, həyata keçirməkdən ötəri biz onu daha belə deyək ki, daha da keyfiyyətli şəkildə qavramalıyıq.
Keyfiyyətli bir şəkildə biz onu qavramalıyıq ki, deməli hə, keyfiyyətli şəkildə qavramalıyıq ki, bizim, etdiyimiz, praktika, tətbiqimiz də uğurlu alınsın. Yəni əziyyətimiz boşa getməsin. Deməli, biz bir işi reallaşdırmazdan əvvəl mütləqdir ki, abstrakt təfəkkür formasından istifadə eləyək. Məsələn, müəllimlər məktəbə gəlirlər, illik plan hazırlama məsələsidir və ilkin olaraq bilmirlər təbii ki, ilk dəfə məktəbə gələn müəllim bilmir ki, necə illik plan hazırlamaq lazımdır və bu zaman nə edir müəllim? Maraqlanır, öyrənir. Məsələn, belə deyək də, araşdırır deyək. Öyrənir ki, yəni nədir? Kimsə ona izah eləyir. Əvvəl öyrəndikləri arasında əlaqə yaradır. Hansı ki, kurikulum kitablarında aldığı məlumatlar əsasında əlaqə yaradır və başqası da ona izah eləyir. Başqası ona izah eləyən şəxs də abstrakt təfəkkür formasında istifadə edir. Və nəticə etibarilə bu adam başa düşür və illik planı hazırlayırsa, başa düşübsə tam şəkildə, deməli abstrakt təfəkkürə sahibdir və daha sonra onu uğurlu şəkildə reallaşdırırsa, deməli burada da nə olacaq? Yenə də deməli praktik təfəkkürə sahib olacaq. Deməli deməli praktik təfəkkür, qeyd etdiyimiz kimi nəyisə reallaşdırmaqdır, hərəkətə gəlib icra etməkdir. İndi gəlin, deməli əsas yanaşmalara baxaq praktik təfəkkürlə bağlı. Yəni problemə, deməli eyni zamanda situasiyalarda da belə açar məqamlara diqqət etmək lazımdır. Real həyat probleminə əsaslanan tapşırıqlar. Baxın, real həyat probleminə əsaslanan tapşırıqlar olmalıdır burada. Deməli, problem qeyri-real olmamalıdır, real olmalıdır. Şagird abstrakt biliklə deyil, konkret situasiya üzərində situasiya ilə üzləşir və biliklərini tətbiq etməyə məcbur olur. Deməli, abstrakt beyindədir də, amma bir problemlə, deməli, praktik təfəkkür hansı halda yenə də üzə çıxdı? Problemli situasiyada. Deməli, problemlə üzləşdi və bu problemi həll etmək üçün abstrakt təfəkkürdən deyil, praktik təfəkkürdən istifadə edəcək. Baxın, nəticə yönümlü fəaliyyət. Tapşırıq yalnız cavabla yox, istifadə oluna bilən nəticə ilə tamamlanır. Deməli, bir şəxs, deyək ki, bir məsələni, misalı həll etdi. Deməli, burada təkcə cavab almaq deyil, eyni zamanda əldə etdiyi cavabı, məsələn, cədvəl formasında, plan, sxem formasında da tətbiq qeyd edə bilər. Deməli, məsələn, qeyd eləyək ki, müəllim buraxılış imtahanına şagird hazırlayır və o uşaqlar tez-tez sınaq eləyir. Nəticə etibarilə uşaqların sınağını cədvəl formasında hər ay üzrə qruplaşdırır. Deməli, burada artıq müəllim praktik təfəkkür formasında istifadə edir. Real düşünmə. Şagird ideal, baxın, bayaq qeyd etdiyim kimi, yəni nəyisə bir məhdudiyyətlə qarşılaşanda artıq qərar verməyə başlayır ki, mən bu işi etməliyəm. Deməli, real düşünmə. Real düşünməmiz nədir? Bizim bir işi həyata keçirməyimiz. Qərar vermə və əsaslandırma bacarığı. Biz bir şeyə əsasən qərar veririksə, eyni zamanda onu əsaslandırmalıyıq. Şagird birdən çox mümkün həlli yolları olan, belə deyək ki, tapşırığı və yaxud da ki, məsələn, bir məsələnin, tutalım ki, bir problem baş verir, bu problemin bir neçə həlli yolu var, amma uşaq fikirləşir ki, ən uyğunu birinci həll yoludur. Deməli, ən uyğunu birinci həll yoludur və niyə görə bu həll yoludur? Deməli, praktik təfəkkürdə biz bunu nə ilə uyğunlaşdıra bilərik, müəllimlər? Tənqidi təfəkkürdə yadınızdadırsa, orada strategiyalardan biri var idi, qanunla bağlı, qanunlarla bağlı. Qanunlar bizə nə üçün lazımdır? Asayişi qorumaqdan ötəri, nizamı yaratmaqdan ötəri və s. qanunlar var idi və uşaqlarda məsəl soruşanda ki, 3 dənə qanun müəyyən elə, asayişin qorunmasına bağlı, uşaq qanunu müəyyən eləyir, daha sonra onun səbəbini izah edir. Qanunu deyir, daha sonra səbəbi. Deməli, uşaq burada qanun yaratdı da, tətbiq elədi. Mövcud vəziyyətə baxaraq bir qanun, 3 qanun yaratdı və eyni zamanda qanunu dedi, səbəbini dedi. Qanunu dedi, səbəbini dedi. Yəni fikrini əsaslandırdı. Daha sonra müəllimlər, praktik təfəkkürə aid tapşırıqlar necə ola bilər? Gəlin buna baxaq. Məktəbdə kitabxanada az istifadə olunur. Sinif üçün qısa maarifləndirici fəaliyyət planı hazırla. Yəni ümumiyyətlə fəaliyyət planları nədən ibarətdir? Yəni biz bunu anlamalıyıq. Daha sonra o fəaliyyət planlarını cədvəl formasında, plan formasında onu ifadə edək. Bax görürsüz, plan qurun deyir. Plan hazırla deyir. Plan hazırla. Bax görürsüz, bu plan hazırlama özü də praktik təfəkkürə aiddir. Eyni zamanda yaratmaq mərhələsinə də aid ola bilər taksonomiyanın. Sinif ekskursiyaya üçün 120 manat büdcə var. Nəqliyyat və qidalanmanı nəzərə alaraq elə plan hazırla. Yəni mövcud vəziyyəti nəzərə alaraq deyir, plan hazırla. Plan hazırla. Bu da praktik təfəkkürə aid olan yəni tapşırıqdır. Sinifdə deyir, səs çox yayılır deyir. Səs azaltmaq üçün 2 praktik təklif ver və hansı effektiv olduğunu izah et. Deməli gördünüz o qanun, təfəkkürdəki o qanun strategiyası var ha. Bax bu özü sırf ona aiddir. Deməli o qanuna aid olanda təfəkkürün o yəni buna aid edə bilərik. Çünki orada özündən yeni bir qanun yaradır. Onu da praktik təfəkkürə aid edə bilərik, tənqidi təfəkkürlə yanaşı. Yəni bir günlük deyir sağlam qidalanma ilə bağlı menyu hazırla və seçimini əsaslandır. Deməli burada ərzaqlar müəyyən olunacaq. Niyə görə məsələn səhər yeməyində falan ərzaqlar, günorta yeməyində falan ərzaqlar, axşam yeməyində falan ərzaqlar. Bu ərzaqlar arasında əlaqə nədir? Deməli tərtib eləyir. Tərtib eləyəndən sonra onları başlayır izah etməyə ki, falan ərzaqda falan vitaminlər var. İmmunitetə məsələn bu cür təsir eləyə bilər. Başlayır bunu demək izah etməyə. Bu özü də praktikadır da, belə deyək. Evdə istifadə
edilən deyir ki, təmizləyici maddələrin təhlükəsiz saxlanması üçün qayda hazırla. Deməli, qayda hazırlayıb bunu divardan asa bilər, və yaxud da özü üçün və yaxud da o şəkildə özü nəysə də beynində düşünə bilər. Yəni özü hazırlayıb da artıq deməli qayda var, praktikada yaradılıb. Deməli, bunu nədən ötəri yaradıb? Vacibdir. Deməli, evdə körpə uşaq ola bilər, yəni əlçatan yerdə olsa, və eyni zamanda düzgün istifadə olunmasa bu ətrafa da zərər, verə bilər, lazımı qədər istifadə olunmasa. Tarixdə baş vermiş bir, səhvdən deyir ki, çıxış edərək müasir dövrdə eyni səhvin təkrarlanması üçün 3 tövsiyə hazırla. Yenə də o qanun məsələsinə aiddir. Hazırlayıb eyni zamanda əsaslandırmalıdır. Hazırlaması. Baxın, tövsiyə hazırlamaqdır, qaydalar hazırlamaqdır, menyu hazırlamaqdır, seçimini əsaslandırmaqdır, plan hazırlamaqdır. Baxın, bunlar hamısı praktik təfəkkürdür. Çünki şəxs artıq hərəkətə keçib deməkdir. Yaşadığı ərazidə su qıtlığı problemi var və bununla bağlı qısa fəaliyyət planı hazırla. Deməli, görürsüz nəyisə hazırlamaqdır. Yenə də bu biz aid edirik praktik təfəkkürə. Praktik təfəkkür, yəni biz problemli situasiya zamanı hərəkətə gəlirik, nəyisə həyata keçirməsinin vacibliyini hiss edirik və nəticə etibarilə biz nəyisə yerinə yetiririk, plan qururuq, tövsiyə veririk, qayda hazırlayırıq və s. kimi addımları icra edirik. Bu qədər dəyərli müəllimlər. Sağ olun.